Abşeron rayonunda 22 yaşlı fəhlə sexdə işləyərkən faciəvi şəkildə həlak olub. Doğru Xəbər Azərbaycan Baku TV istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2003-cü il təvəllüdlü Ramil Saatovun işlədiyi sexdə üzərinə 20 ton ağırlığında dəmir çən düşüb. O hadisə yerində həyatını itirib. İş yoldaşı qışqırdı ki, uşaq qaldı altında. Gələndə gördü ki, əlləri ilə cırmaqlayıb, onu çıxarmağa çalışırlar. Bellə torpağı qazsaq da artıq gec idi. Taxta ilə dəmirin arasında qalmışdı. Cəmi 2 dəqiqə yaşadı deyə hadisə şahidi bildirib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma işlərinə başlanılıb. Qazax rayonunun Dəmirçilər kəndində isə avtomobil qəzası baş verib. Belə ki, minik avtomobili idarə etmədən çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində 24 yaşlı Nicat Aliyev həlak olub. 29 yaşlı Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili xəstəxanaya çatdırılıb. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma aparılır.